Dünyanın en yaraşıqlı olanının faciəvi həyat hekayəsini bilirsinizmi? Gözəlliyi onu depressiyaya və alkoqolizmə apardı. Björn Andersen 1955-ci ildə İsveçrədə doğulub. Uşaqlıq illərindən etibarən çətinliklərlə üzləşməyə başlayıb. Atasını heç vaxt tanımayıb. Anası isə o hələ balaca ikən intihar edib. Bu itkiləri yaşadıktan sonra nənəsi tərəfindən böyüdülüb. 15 yaşında gözəlliyini görən nənəsi onu aktyor etmək ümidi ilə film seçimlərini aparır. Film rejissoru Visconti Björn'ü gördüyü anda onu bəyənir. Onu Venesiya Ölümü adlı filmin aktyor heyətinə daxil edir. Çəkilişlər zamanı Visconti və digər çəkiliş heyəti üzvləri də daxil olmaqla bir çox şəxs tərəfindən Björn cinsi istismara məruz qalır. Film başa çatdıqdan sonra Cannes festivalında mükafatlandırma mərasiminə qatılır. Mərasim bitdikdən sonra gecə məcburi şəkildə bara aparılır. Burada da barda olan kişilərin hücumuna məruz qalaraq yenə cinsi istismara məcbur qalır. Björn bütün bu yaşananları yaddaşından silmək üçün uzun illər mübarizə aparsa da bu travmaları heç vaxt unuda bilmir. Onun gənc yaşında yaşadığı bu sarsıntılar aktyor kimi inkişaf etməsinin də qarşısını alır. Kino dünyasında qazandığı şöhrətini qəbul edə bilmir. Ancaq ondan uzaqlaşa da bilmir. Visconti ilə əməkdaşlığı başa çatdıqdan sonra Yaponiyaya köçür. O dövrdə Björn Yaponiyada çox populyar idi. Belə ki, bir çox manga və anime obrazlarına da ilham verir. Lakin burada da istismara məruz qalır. Hətta ona zorla narkotik maddələr verilir. Björn'ün həyatı bir daha alt-üst olur və vətəninə qayıtmağa məcbur olur. Bir neçə layihədə daha çalışdıqdan sonra bu işlərdən tamamilə uzaqlaşır. Ancaq şəxsi həyatında da işlər istədiyi kimi getmirdi. Həyatında bir işıq taparaq evlənir və 2 uşaq atası olur. Lakin uşaqlarından birini ani körpə ölümü sindromu səbəbindən itirir. Bu ağır itki ilə yıxılan Björn depressiyaya düşür və alkoqola alədə olur. Björn Andersen bugün 69 yaşındadır. Həyatının böyük bir hissəsini görünməz bir qəfəsin içində keçirdi. Gəncliyində yaşadığı travmaları isə hələ də unutmaqda çətinlik çəkir.